Mərhum Əllamə Təbətəbai heç vaxt özü haqqında tərif danışmaz və başqalarının onu tərif etməsindən xoşlanmazdı. İbrahim əmini qeyd edir ki, bəzən ona ustad deyildiyi zaman deyərdi: "Bu ifadəni xoşlamıram. Biz bir-birimizlə müzakirə aparırıq. Əgər məndə də bir şey olsa, təqdim edirəm." Dəfələrlə deyərdi ki, xahiş edirəm, məni ustad adlandırmayın. Məhəmməd Şücai qeyd edib ki, mərhum Əllamə Təbətəbaini xüsusi məclislərdə bir-iki dəfədən çox təbəssüm edən görmədim. Onu həmişə nigaran halda gördüm. Mən ümumi görüşlərdən başqa 5 il xüsusi olaraq onun huzurunda olmuşam. Deyə bilmərəm ki, Quranı ondan daha yaxşı anlamışam. Siz də deyə bilməzsiniz. O deyərdi ki, Quran ayələrinə əsasən deyə bilmərik ki, nicat yolunu tapmışıq. Namaz, oruc və s. nicat yolunun sadəcə bir hissəsidir. Qalan hissəni isə biz tərk etmişik. Həsənzadə Amuli qeyd edib: İmamət mövzusunda bir traktat yazmışdım. Onu ustadım Əllamə Təbətəbainin huzuruna təqdim etdim. Risalə bir müddət onun yanında qaldı. O, lütfükarlıq göstərib onu tam şəkildə oxudu. Risalənin bir yerində özüm üçün şəxsi bir dua etmişdim. Ey Allahım, məni Məhəmmədi xitabını anlamaqda ucalt. Risaləni mənə qaytararkən buyurdu: Cənab, mən özümü tanıdığımdan bəri heç vaxt özüm üçün şəxsi dua etməmişəm. Əksinə, duam ümumidir. Bu əxlaqi tərbiyə məndə çox böyük təsir bağışladı. Əllaməni tanıyanlardan biri nəql edib: Feyziyyə mədrəsəsində məğrib və işa namazlarından sonra Cənab Təbətəbai 3-4 gecə mənə mənzumədən dərs deyirdi. Gecələrin birində ona iqtida etmək istədim, amma o hazır olmadı. Növbəti gecə gördüm ki, divara yapışan halda dayanıb ki, heç kim ona iqtida edə bilməsin. Sonradan eşitdim ki, zahirən onun ustadı mərhum Əllamə Seyyidəli Qazi deyibmiş ki, bu işlərə başçılıq etmək sizin üçün məsləhət deyil. Buna görə də Əllamə Təbətəbai cəmaət namazına imamlıq etməkdən çəkinərdi. Əllamə Təbətəbainin digər xüsusiyyəti də o idi ki, o fiqh müzakirələrində də müdaxilə etməzdi. Bir dəfə fiqhi bir məsələ dilə gətirildi, lakin Əllamə heç bir cavab vermədi. Mən cavab verdim. O, fiqh müzakirələrində heç cür müdaxilə etməzdi. Bunu şəxsən görmüşəm.